Dedi ki, Asur qanunları ərlərə arvadlarını döyməyinə, onları qırbaçlamasına, hətta şikəst buraxılmasına icazə verirdi və hətta da öldürülməsinə icazə verirdi. Ehtimal ki, şəhərdə bir gəzmək suç idi. Yalnızca fahişələr və kölələr peşəsiz gəzə bilərdilər. Bu da nə deməkdir? Yəni cinsel olaraq əldə edilə bilir qadınlar xalq arasında başlarını aça bilərdilər. Bunu edən hər hansı bir sakinləş əldə edilə bilir olduğu mesajını verirdi və ən pisi də onlar bu iman edirdilər ki, əlləri onlar üzərində kontrolunu itiriblər. Belə bir ima olmuş kimi görsə, belə bir mesaj verilmiş kimi olurdu. Bu da böyük bir cəzaya çatdırılıb, cəzaya məruz qalmadı bu suçlar. Və becə taxdığı halda belə başqa erkəklərlə ilişki quran Asurlu evli qadınlar yanı sıra bununla bərabər bu kişilərin də böyük bir risk altında olmağı məsələsi var idi. Qohumu olmayan bir qadınla, yəni səyahət edən kişi qadının əlinə pul ödəməli idi, həm də qadının cinsel bir məqsədlə yanında olmadığını isbat etməli idi. Bu isbat nədir? Çoxumuz da bu isbat şəklində ortasında çalana bilir. Çaya atılma məsələsi çay testində keçməli idi. Axar çaydan qurtulmağı bacarsaydı xilas olurdu. Həmçinin burada qeyd edib ki, saray xanımları da, saray sakinləri də bu qadağalardan azad deyildi. Sarayda bir qadınla bir erkeğin başqa bir kimsə, üçüncü bir şəxs olmadan yan-yana durması yenə də böyük bir cinayət, böyük bir suç təşkil edirdi. Və əgər başqa bir saraylı qadın da bu birlikləri görüb xəbər verməzsə, bu da böyük bir cinayət sayılırdı. Cinayət deyəcəm artıq, cinayət suç olaraq algılanır. Və bunun da cəzası nə idi? Fırına atılaraq yandırma, cəzalandırma, ocaqda yandırma, fırında ateşdə yandırma ilə cəzası. Hətta Hammurapi qanunları da qadınların həyatını eyni dərəcədə təhlükə altına alırdı və kendini sakınmayan, yəni özünü qorumayan bir qadın evdən icazəsiz ayrılan ya da əlini küçük düşürən şəkildə davranan qadınlar da boğularaq öldürülürdü. Bu cəzalar əslində iki məqsədlə xidmət edirdi. Nə idi? Həm baş bəlası bir qadını ortadan qaldırdı, həm də kişinin namusu təmizlənirdi. Əgər bir qadın əlinin malını oğurlayacaqdırsa və yaxud da xalqın içində ona palçıq atacaq qədər bu dərəcədə tərbiyəsiz davranırdısa, kişinin onu evdən qovma haqqı var idi və yaxud da ki, intiqam duyğusuyla yenidən evlənə bilərdi. Hətta keçmiş arvadını da yanından kölə olaraq tutma şıqqına sahibdir, seçənəyinə sahibdir. Bu qadınların əsas məqsədi qadının zina edir görünüşünü belə, təəssüratını belə önləməkdir, qarşını almaq idi. Və əslində antik dövrdə qanun qoyanların heç birini başqa şey bu qədər məşğul etməmişdi. Yəni heç bir şey qadınların aldatmasından daha çox düşündürməmişdi. Ən çox məşğul edən mövzu buydu. Bütün qanun sənədlərinə baxarkən yazıcı burada xüsusilə bunu qeyd edilir. Və Yahudi hüququ da qadınlara qarşı çox sərtdir. Və nə qədər evlilik dışı cinsi işləyən erkəklər də cəza riski olsa belə, bu əsla heç bir zaman qadınla eyni dərəcədə deyildi. Bu eyni dərəcədə cəza sayılmazdı. Evli yahudi kişilərə başqa qadınlarla cinsel əlaqəyə girməsin deyə qanun bir gözdağı verirdi, amma dediyim kimi də yenə eşləri eyni dərəcədə cəzalandırılmadılar. Və antik dövrdə İbrani toplumunda fuhuş yaygın idi. Ayrıca erkəklərin birdən çox qadına sahib olma haqqı var idi, evlənmə haqqı var idi, hətta metrəsə, fahişə ilə sahib olma haqqları var idi. Buna icazə verirdi. Yaxın şərqdə evlilikdən kənar ilişki yaşayan qadınlar ya ölüm cəzası alırdılar, ya da öncə acı çəkdirildilər, əzab verirdilər, sonra öldürülürdülər. Və bu cəzalar heç vaxt mühakimə olunmurdular, sorğulanmırdılar və burada əsl məsələ, hüquqi məsələ burada nə idi? Cəzanın nə vaxt yerinə yetiriləcək və kim tərəfindən tətbiq ediləcək?